Siz bilirsiniz, Azərbaycanda kimi könüllü təşkilatlar var. Məhz bu təşkilatların insan həyatına nə kimi faydaları olur? Təbəssüm olaq layihəsi yaşından və peşəsindən asılı olmayaraq yüzlərlə insanı birləşdirir. Bu layihədə iştirak etmək sizə yeni fürsətlər təqdim edir. Birlikdə ümid, birlikdə xoşbəxtlik. Gəlin bu sevinci birlikdə bölüşək. Bu layihə təmənnasız şəkildə 2 ay müddətində üzvlərin iyanəsi hesabına həyata keçiriləcək. Təşkilatımızın məqsədi innovativ layihələr həyata keçirmək, insanlara yeni təcrübələr qazandırmaq, həmçinin səsimizi Azərbaycanın hər bir güşəsinə duyurmaqdır. Unutmayın, bəzən kiçik zənn etdiyiniz addımlar insanların həyatında böyük rol oynaya bilər. Yüzlərlə valideyn himayəsində məhrum olmuş uşaqların xatirəsində unudulmaz bir iz qoymaq, onların üzündə təbəssüm yaratmaq bizim əsas məqsədimizdir. Sizin üçün kiçik iyanələr bir uşağın həyatında böyük fərq yarada bilər. Xeyirxahlıq daima geri dönən bir sərmayədir. Bizim məqsədimiz sadədir. Uşaqların üzündə təbəssüm yaratmaq. Siz də bu təşkilatın, bu layihənin bir üzvü olmaq istəyirsinizsə, tələsin, qeydiyyatdan keçin.